Salamlayıram hər kəsi. Deməli biz imtahan ərəfəsində bir neçə xəritə üzərində işləyək və baxıb bu cürdə cavablandıra bilərsiniz. İlk öncə biz xanlıqlar dövrü xəritəsindən başlasaq, gəlin bir xanlıqların ərazilərini müəyyən eləyək, hansı harda yerləşir. Birinci rəqəm Dərbənddir, dairənin içərisindədir. Üçüncü rəqəm 1, 3 Qubadır, 4 Şamaxı, 2 Şəki, daha sonra 5 İrəvandır. İrəvan Göyçə göldür, bax bu dairə aldığım Göyçə göldür. Onun alt hissəsindəki İrəvandır. Yadınızda saxlaya bilərsiniz o cür. Sonra rəqəmləri biz davam eləsək, növbəti qoyduğum bu nöqtə Gəncə xanlığıdır, Qarabağ xanlığıdır, Bakı xanlığıdır, Lənkəran xanlığıdır, daha sonra Naxçıvan. Bu hamısı Şimali Azərbaycan xanlıqlarıdır. Burada bizim Şəmşədil sultanlığımız var. Daha sonra bir de Borçalı sultanlığımız var. Bu Qazaq Borçamiyət Şəmşədi bu yerdə yerdir. Bax bu hissədə Carbalakan cəmaətlığıdır. Bu Şimali Azərbaycanda olan xanlıqlar, sultanlıq və cəmaətlər. Cənubda isə bu Makudu, mən qeyd edeyim ki 5, sonra Naxçıvan, bir də Maku əvvəlki Səfəvilərin dövründəki Çuxursənd Bəylərbəyliyin ərazisində yerləşir. Sonra Qarabağla Gəncə, Qarabağ Bəylərbəyliyinin ərazisində yerləşir. Şəki, Şamaxı, Quba, Dərbənd, bir də Bakı, Lənkəran həmçinin Şirvan Bəylərbəyliyin ərazisindədir. Cənub isə Cənub Təbriz Bəylərbəyliyin ərazisindədir. Bu Xoydur, düz Urmiya gölünün üstündədir. Bax bu Urmiya göldür. Bunun üstündəki Xoydur. Onun aşağısında xəritəyə baxanda Urmiya gölünün sol hissəsindəki Urmiya şəhərinin özüdür. Sağ hissəsində həm də keçdiyimiz yuxarı və ortaya doğru Təbriz şəhəridir qoyduğum nöqtə. Sonra o Təbrizin altındakı Marağadır. Təbrizin üstündə şimalla sərhəddə Qaradağdır. Uzunsov bir xətt kimi olan, bir palasa kimi olan Ərdəbildir. Ərdəbilin qonşusu Sərabdır. Zəncan da onun aşağısında bu hissədə yerləşən bir xanlığımızdır. Deməli bu da xanlıqlar dövrünün xəritəsi. İndi burada sualın şərtinə baxsaq, deyir ərazisi indiki Azərbaycan Respublikasına daxil olmayan Şimali Azərbaycan xanlıqlarını seçin. Məsələn, Dərbənd indiki xanlıqlar, Dərbənd bu 1, bir də İrəvan 5, indiki Şimali Azərbaycan ərazisinə daxil deyil. İrəvan Ermənistan ərazisində, Dərbənd isə Rusiya ərazisindədir. Cavabımız da odur. Sonra 11-ci sualı deyir, Bayat çağırışında iştirak edən xanlıqları müəyyən edin. Az öncə xanlıqların yuxarıda adını saymışdıq. Bu Şəki xanlığıdır, bir də 5, 3 Şəki xanlığı, 5 də Bakı xanlığıdır. Həmçinin Şamaxı xanlığı Şəki xanlığının müttəfiqi kimi burada iştirak eləmişdir. Bu xanlıqlarımızın xəritəsi, sonra bir Avropa xəritəsinə baxsaq, əslində Avropa xəritəsi üzərində çox işləmişdik. Biz başdan başlayırdıq Piriney yarımadasına. Bax bu Balkan yarımadası B, sonra onun arxa hissəsində çəkimə bax bu Apenin yarımadası, bax bu da Piriney yarımadası. Və biz bunu sağdan başlayırdıq 1, 2, sola doğru 3. Baş hərfləri kimi yadda saxlayırdıq. Balkan, Apenin, Piriney. Balkanda əvvəl qədim Yunanistan dövləti yaranmışdı. Apenində qədim Roma dövləti yaranmışdı. Sonra bax qoyduğum bu nöqtələr çəkmənin düz burun hissəsindəki Siciliya adasıdır. Siciliyanın yuxarısındakı daha böyük ada, yəni onunla müqayisə ilə eyni təxmini ada Sardiniyadır. Hər ikisi kiçik və yuxarısında olan ada isə Korskadır. Korska da hazırda Fransanın ərazisidir. Fransanın ərazisinə daxildir. Bu da adalardır. Biz Avropanı yadda saxlamaq üçün belə bir bölgə aparmışdıq. Başlayırıq Atlantik okeanının başından, bu Portuqaliyadır, kiçik bir hissə. Daha sonra bu Portuqaliyadan sonra bu hissə İspaniyadır. İspaniyadan sonra Fransaya keçirdik. Fransadan sonra Almaniya keçirdik. Almaniyadan sonra Polşaya, Polşadan sonra Rusiyanın sərhəddində isə Belarusiyadır. Deməli, təxmini biz belə bir xətt çəkirik, elə bil ki, əyri belə bir xətt çəkirik və bu xətt üzrə
siz bunları düzə bilərsiniz. Yenə qeyd edirəm, Portuqaliyadır, İspaniyadır, Fransadır, Almaniyadır, Polşadır və bir də Belarusiyadır. Bax, bu formada onu yadda saxlaya bilərsiniz. Sonra bir Böyük Britaniyadır, yəni İngiltərə tanıdığımız. Daha sonra 4 Balkan ölkəsi olan Rumıniyanın ərazisinə düşür. Təxmini olaraq Rumıniyadır. 5 də Osmanlı ərazisidir. Mütləq Osmanlı Türkiyə ərazisindən danışanda bax, bu keçidi yadda saxlayın. Bax, bu xətt var. Qara dənizdən Ecey dənizi, həmçinin Aralıq dənizini birləşdirən Bosfor və Dardanel boğazlarıdır. Çanaqqaladır. Yadınızda Çanaqqala döyüşləri də baş vermişdi bax burada. Bunu başa düşsəniz, bax bu nöqtədə İstanbul şəhəridir. Burada olan nöqtə görürsünüz yəqin ki, bunun içərisində. Bax, o nöqtə İstanbul şəhəridir. 3 də Rusiya. Rusiya ərazisi tapmaq daha asandır, çünki ən böyük ərazidir dünyanın və dünyada ən böyük dövlətdir və onun ərazisinə qoyulanda 3 rəqəmi biz onu asanlıqla tapa bilirik. Orada sualın şərtində 1806-cı ildə Bakı və Dərbənd xanlıqlarını işğal etmiş dövlət. Bu da Rusiyadır. Cavab da 3-dür. Sonra biz növbəti suala baxsaq, növbəti sualda 1806-cı Dərbənd, Quba və Dərbənd xanlıqlarını işğal etmiş xanlıq. Bu da 3-dür, təbii ki, Rusiyadır. Növbətisinə baxsaq, Gürcistan müqaviləsinə əsasən Rusiyanın himayəsi altına düşməyən Azərbaycan xanlıqları. Yadınızsa, az öncə rəqəmləri biz saydıq. 7-ci rəqəm Dərbənddir burada. 6 gəlin ardıcıllıqla sayaq. 1 İrəvan, 2 Naxçıvan, 3 Qarabağ, 4 Gəncə, 5 Şəki, 6 Quba, 7 Dərbənd, 8 Şamaxı, 9 Bakı, 10 Lənkəran. Və biz də bilirik ki, Gürcistan müqaviləsi ilə Rusiya Cənubi Qafqazın, Şimali Azərbaycanı bütünlüyü ilə yox, böyük bir hissəsini ələ keçirirdi. Və böyük bir hissə deyəndə haralar istisna idi. 1 İrəvan, 2 Naxçıvan istisna idi, çünki bu ərazilər Qacarlar dövlətinin tərkibində saxlanılırdı. Bunu da bu cür yadda saxlaya bilərik. Sonra elə xanlıqlar xəritələrdir. Biz onu daha asan yadda saxladıq. Az öncə danışdıq da. Burada da 1722-1806-cı Dərbəndi işğal etmiş yəni dövlət Rusiyadır. Rusiya görürsünüzmü? Digər yerlərə baxın, məsələn, bura çoxlu xətlər, sərhədlər var. Amma Rusiyada 4-cü rəqəmdə daha böyük bir ərazinin üzərindədir. Bu, həmişə bu tür formada biz tapanda onu Rusiya olduğunu bilək. Türkiyə haqqında, Osmanlı haqqında danışmışdıq. Bax, keçidi tapmalıyıq. Bax, həmin keçidin üzərindəki də Türkiyədir. Bu da 5-ci rəqəmdir. Sonra biz Avropa üzərində işləməyə davam edək. Bir, az öncə danışdıq, İngiltərədir. Məsələn, İngiltərə haqqında çox məlumatları var. Parlamentli monarxiya ilk dəfə burada yaranıb. 1689-cu ildə hüquqlar haqqında bilinən. Məsələn, bu bir Səfəvilər dövləti ilə 1621-ci ildə əbədi dostluq sazişini imzalanıb. Antanta dövlətinin, Antanta ittifaqının üzvlərindən biri olub. Bunu siz bu cür yadda saxlaya bilərsiniz. Az öncə 2 Fransa, məsələn, bayaq belə bir şey keçmişdi. 1 Portuqaliya, 2 İspaniya, yəni bu dairələrdə. 3-cü dairə Fransa, 4-cü dairə Almaniya, 5-ci dairə Polşa, 6-cı dairə isə Belarusiya. Bu xətti siz tutub, bu xətt üzərində hərəkət eləyə bilərsiniz. Daha sonra biz İtaliyanı da danışdıq, İtaliya çəkmədir. Sonra digər bizə lazım ola biləcək ölkələr haqqında danışaq. Bax, Krım yarımadası bu nöqtəni qoyduğum yarımadadır. Qara dənizin içərisindədir. Bax, bu da Qara dənizdir. Qara dənizin içərisindədir. 2014-cü ildə Rusiya bu hissəni ilhaq eləmişdi. 1783-cü ildə 2 dəfə ələ keçirib, Rusiya Federasiyası isə 2014-cü ildə. Ukrayna budur və Krım da Ukrayna ərazisi kimi tanınıb. Ukrayna budur. Sonra 3-cü rəqəm Rumıniyadır. Bu rəqəm yerləşdiyi yer Rumıniyadır. Rumıniyanın altı bura Bulqaristandır. Sonra burada düşəcək rəqəm Yunanistandır. Bizə lazım olan hissələrdən danışırıq. Macaristandır bax bu. Sonra Slovakiya, bu Çexiyadır, bu nöqtəni qoyduğum bu hissə. Sonra Avstriyadır. Biraz nöqtə, bu Avstriyadır. Sonra İsveçrədir, bax bu dairəyə alınan yer var ya, bax bu İsveçrədir. Skandinaviya yarımadası və Skandinaviya yarımadasına bizə lazım olan Finlandiya. Bu nöqtəni qoyduğum yer Finlandiyadır.
Finlandiyada məsələn ATƏM-in yaradılması düşə bilər. ATƏM Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi 1975-ci ildə. Sonra daha sonra Skandinaviyada sizə digər ölkələr bu Norveç, bu da İsveç. Yəni biraz nöqtə düz düşməyə bilər. Bu da İsveç. Bax bu ölkələr sizə lazımdır. Sonra bu Danimarkadır. Danimarka ərazisidir. Bunlar sizə tez zamanda davam edəcək, düşəcək və buradan bura keçid isə Cəbəl Tariq boğazıdır. Yadınızdadırsa 711-ci ildə Ərəb sərkərdəsi həmin hissədən Avropaya daxil olmuşdur. Sonra biz aşağı düşsək, bu 19-cu əsr Azərbaycan xəritəsidir. Deyir 1830-cu ildə Rusiya müstəmləkəçi əleyhinə üsyanı baş verdiyi ərazi bu Carbalakin olub. Biri Şeyx Şaban və Həmzət bəyin başçılığı ilə, bu da 1-dir. 3 Gəncədir, 5 Bakı, 2 Qarabağ, 4 isə Naxçıvandır. Bax bu cür yadda saxlaya bilərsiniz. Daha sonra bu dairəyə aldığım Şəkidir. Bu Şamaxıdır, Qubadır. Bu formada yadda saxlaya bilərsiniz. İrəvanda həmçinin bax bu dairə. Sonra biz davam edərsək 38-ə deyir. Gürcüstan Emirati Qubeniyasının tərkibinə daxil olmayan Azərbaycan qəzası. Gürcüstan Emirati Qubeniyasına vaxt yaranmışdı 1840-cı il 10 aprel qanunu ilə. Ora daxil idi Azərbaycan qəzalarından 1 İrəvan, 1 Naxçıvan, 2 İrəvan, 3 Gəncə, 4 Carbalakin. 5 Lənkəran hissəsi isə ora daxil deyildi. Sonra 39-da Gürcüstan Emirati Qubeniyasının tərkibinə daxil olmayan 1, 2, 4 və 5-i daxil elədi. 3 isə Qubadır və ora daxil deyil. Bu cür yadda saxlayın. Xəritədə ştrixlənmiş yeri siz özünüz tapırsınız. Hansı ştrixlənmişdir? Artıq bu müddətə tapmalıydınız. Bu oldu Qarabağ, bu da Naxçıvan. Xəritədə əraziyə ştrixlənmiş xanlıqlar ədəmi cəhətləri müəyyən edin. 19-cu əsrin birinci yarısı Surta uğradılmışdır. Düzdür. 1828-də Naxçıvan, 1822-də Qarabağ. 2. Birinci Rus Qacarlar müharibəsində xanlıq idarəsini saxlamışdır. Düzdür. Çünki 22-də Qarabağ, 28-də Naxçıvan ləğv olunub. Amma 1-ci Rus Qacar 1804-13-cü illəri əhatə edir. 3. Gavdüşan döyüşünə iştirak etməyib Naxçıvan səhvdir. Müəyyən müddət Osmanlı dövləti asılı olmayıb. Buxarə sülhünə əsasən Rusiyaya ilhaq edilməyib. Naxçıvan Rusiyaya ilhaq olmayıb. Sonra yenə də bu xəritədir. 19-cu əsr xəritəsi az öncə bu haqda danışmışdıq və sualın şərti də 42-ci sual 1831-ci Rusiya müstəmləkəçilərinin üsyan baş verdiyi bu Lənkəran 2-dir. Bu cür yadda saxlayırsınız. Sonra burada rəqəmlər demək olar hamısı eyni yerdə. Məsələn burada da bayaq 1 İngiltərə, 2 Osmanlıdır. Daha Osmanlı deyəndə əgər bu nöqtəni nəzərdə tutursa, bu Bolqaristandır. Bu öz nöqtədirsə, bu artıq Osmanlıdır. Yəni siz onu özünüz indi burada 2 nöqtə hiss olunur, amma qəbul zamanı o elə aydın şəkildə olacaq ki, biz onu qarışdırmayacağıq. Bunların az öncə haqqında hamısından danışdıq və biz indi Asiya xəritəsinə baxaq. Deməli, 52-də deyir, 1860-cı il Pekin müqaviləsinə görə Böyük Britaniyaya təzminat verməli olan Asiya dövləti. Bu 2-dir, yəni Çindir. Söhbət 1856-60-cı ildə 2-ci Tiryək müharibəsinin sonunda imzalanan müqavilədən gedir. Deməli biz Asiya xəritəsinə baxanda burada bu 1-ə baxa, bu Koreyadır. Və görürsünüzmü burada bu hissə var, bu hissə. Uzunsov dənizin içərisindən çıxmış bir hissə var. Və bunun ortasında bir xətt dairələri. Baxın, burada görəcəksiniz bunu. Bu xəttin yuxarısı Şimali Koreyadır, aşağısı Cənubi Koreyadır. Bu 2-ci Dünya müharibəsinə qədər Yaponiya işğalında olub. Sonra Yaponiya 1945-in sentyabr 2-sində təslim olduqdan sonra onun şimalının SSR cənubunu ABŞ işğal edirdi. SSR şimalında 1948-ci ildə Şimali Koreya Xalq Demokratik Respublikası, ABŞ isə cənubunda Koreya Respublikasını yaratdı.
Bax Koreya möcüzəsi o birdə baş verib. Cənubi Koreyada. Məsələn, soruşar 1953-cü ildə müharibə aparan ölkələri müəyyən edin. Bunu götürəcəksiniz. Bir də yuxarısına düşəndə 1. 3 Yaponiyadır. Yaponiyada məsələn 20-ci əsrin 60-cı illərində iqtisadi möcüzənin baş verdiyi ölkə bax bu 3-dür. Sonra 1945-52-ci illərdə ABŞ işğal rejimi olan ölkə bax bu 3 Yaponiyadır. 47-də konstitusiya qəbul olunan, 1867-68-də inqilab baş verən, 1889-da konstitusiya qəbul olunan, 1945 Rus-Yapon müharibəsində qələbə qazanan bax ölkə budur. Sonra 2 Çindir. Sualın şərtində də deyir ki, 1860-cı Pekin müqaviləsinə görə Böyük Britaniya təzminat verməli olan Asiya dövləti bu Çindir. Yazıcı 2-ci Tiryək müharibəsinin sonunda imzalanmışdır. 4. İndi biz suallarda görməmişik hələ. Bu 4 rəqəmi düşsün. Bu Vyetnamdır. Vyetnam 4-dür. 5 isə Hindistandır. Hindistanla da bağlı məlumatlar düşə bilər. Məsələn, nə məlumat? Sipahilər üsyanı, 1947-ci ildə müstəqillik qazanan ölkə, İngiltərənin müstəqillik verdiyi ölkəni müəyyən edin kimi sual düşə bilər və yaxud da 1950-də Respublika elan olundu. Bunlar düşə bilər. Sonra bu böyük ərazi Çindir də, gördünüz bax 2. Sonra bu Monqolistandır. Monqolistanın üstü daha böyük ərazi olan, daha yuxarı gedən Rusiyadır. Sonra bax bu Xəzər dənizidir. Siz bunu tapdınız. Xəzər dənizi şərq hissəsinə baxsaz, bu böyük bir ərazi Qazaxıstandır. Qazaxıstanın bax bu sərhəd olan hissəsi, bax bu hissə Türkmenistandır, Xəzər ölkəsidir. Sonra İrandır. Deməli 2018-ci ildə Aktav şəhərində zirvə görüşü keçirmişdi Xəzərin statüsünə bax. Bax burada Qazaxıstanda keçirilmişdi. Sonra Əfqanistan bax budur. Əfqanistan yazar 1979-cu ildə SSR-nin qoşun yetdiyi ölkəni müəyyən edir. Sonra bizim dostumuz olan Pakistan isə bax bu hissədir. 1947-ci ildə yaranıb, yəni Hindistan 2 hissəyə bölünəndə 1956-cı ildə isə Federativ Respublika elan olunub. Daha sonra biz aşağı düşsək, bu xəritədə Cənubi Amerikadır, sonra Şimali Amerikadır. Bax bura ABŞ-dır, ABŞ. Bax bu hissə ABŞ-dır. 2 isə bax bu hissə isə Kanadadır. Deməli 2 rəqəm Kanadadır və burada Böyük Britaniya 2 dominionu bax bu 2 Kanada olmuşdu 1867-ci ildə. Afrika qitəsidir. Bu da Afrikanın cənubudur və Cənubi Afrikada ingilislərin müstəmləkəsi olmuşdu. Yadınızdadırsa 1899-1901, daha doğrusu 1902 İngilis-Bur müharibəsində işğal eləmişdi. Bu Avstraliyadır. Sonra 5 Çindir. 4 də Hindistandır. Hindistan yarımadası da biraz xəritə fərqli qoyulub, amma biz onu diqqətlə baxsaq tapa biləcəyik. Sonra bu rəqəmlərə baxsaq, görürük ki, burada sərhədlər biraz fərqlidir. 55-ci sualda deyir 1882-ci ildə yaranmış Üçə İttifaqına daxil olan dövlətləri xəritədə müəyyən edin. Bu dövlətlər hansı dövlətlər idi? Üçə İttifaqına Almaniya imperiyası idi, Avstriya-Macaristan imperiyası idi, bir də İtaliya idi. 3 İtaliyadır. 4 Almaniya imperiyasıdır. 5 isə görürsünüz böyük bir ərazidir və bu Avstriya-Macaristan imperiyasıdır. Avstriya-Macaristan olaraq 1867-ci ildə onlar Avstriya ilə Macaristanın birləşməsi nəticəsində yaranmış. 2 Fransa, 1 isə İspaniyadır. Bu ayrılmış balaca hissə isə Portuqaliyadır. Bunlar haqqında az öncə biz danışmışdıq. Sonra biz davam etsək, yenə bu Asiya xəritəsi qoyulub, yenə eyni yerlərdir. 1 Cənubi Koreya, 2 sonra Tayvan Vyetnamdır, 3 Yaponiya, 4 Çin, 5 isə Hindistandır. Bunu da az öncə danışmışıq bu haqda. Sonra biz aşağı düşsək, 1 Rusiya, 2 də Osmanlıdır. İndi sual şərtləri var orada ki, onu qoymalıyıq yerinə. Sonra demək olar bu xəritələrin hamısı haqqında az öncə danışıb. Görürsünüz bir dənə belə xərt çəkərək biz bunu tapa bilərik. Sırayla İspaniya 3, Fransa 1, Almaniya 2, 4 isə Polşa. Bunu necə saxlamaq olar? İspaniya I, sonra Fransa F, Almaniya A. İfa kimi yadda saxlamaq olar. Görürsünüz, sırayla gedirsiniz İfa. Sonra isə Polşa nə yazır? Polşadır, 4'dür.
Belarusiyadır. İfa kimi. Belə kimə necə uyğundursa, kim necə rahat yadda saxlaya bilirsə, mən ilkin formasını deyirəm ki, bu cür qruplaşdıra bilərsiniz. Sonra rəqəmlər yenə də eyni yerdədir. Burada da yeni az öncə bunlar haqqında danışdıq. 2 Çindir. Böyük bir arazi var. Bu Çindir, görürsünüz, heç bir sərhəd zolağı olmayan böyük arazi Çindir. 5 Monqolistan. Az öncə danışdıq. Hindistan 4. Pakistan 3. 1 isə İrandır. 1950-ci il Respublika elan edən Asiya dövləti. Bu da 4'dür. Az öncə Qazaxıstan haqqında danışmışdıq. Bu 3 də Qazaxıstandır. Qazaxıstandır. Sonra rəqəmlər demək olar ki, hamısı haqqında danışdığımız yerdədir. Məsələn, biz 70-ci suala baxaq. 70-ci sualda deyir ki, 20-ci 90-cı ilin sonunda Bakı Tbilisi Ceyhan Kəmər haqqında sazişi imzalandığı ölkə. Deyir ki, bu ATƏT-in İstanbul sammitində imzalanan 5 Türkiyədir. 2 Gürcüstandır. Gürcüstan bu nöqtə ilə hesablanır. Görürsünüz, bu nöqtə ox çəkilib ora. 3 Azərbaycan Bakıdır. 4 İrandır. İran. 1 də Özbəkistan. Bax, bu rəqəm bu cür yadda saxlaya bilir. Sonra biz davam edəsək, yenə də burada rəqəmlər eyni yerdədir. Yunanistan haqqında danışmışdıq. Türkiyədir, Almaniyadır, Fransadır, İtaliyadır. Və bu dairələr. Yəni 1 Yunanistan, 2 Türkiyə, 3 İtaliya, 4 Almaniya, 5 də Fransadır. Az öncə bu haqda danışmışdıq. İsveçdir. Deməli uşaqlar, siz bunu az öncə çəkmişəm. Demə video kayıt səhv eləmirəmsə düşməyib deyə təkrar çəkməli oldum bu hissəni. Bax, bu Qarabağ hissəsini. Bunu yadda saxlayarsınız. Bax, belə bir xətt çəkirik. Bax, belə bir xətt çəkirik. Görürsünüz. Bu formada, məsələn, L-nın əks formasında bir xətt çəkirik. Necə yadda saxlayırıq? Bir Füzuli, üzü aşağı düşürük. Bir üzü aşağı düşür, bir də üzü yuxarı qalxacaq. Üzü aşağı düşürük. Füzuli, Cəbrayıl, Zəngilan, üzü yuxarı qalxıram, Qubadlı, Laçın, Kəlbəcər. Yəni, bu formada nöqtələri biz tamamlayırıq. Sonra bu Tisbağa formasına mən bənzədirəm həmişə bunu. Bu Ağdamı görürsünüz, bu hissəni Ağdam. Sonra Xankəndi, yəni bu hissə Xankəndidir. Onun içərisində nöqtə hissəni görürsünüz, balaca bir nöqtə hissə var. Qoydum qırmızı rəqəmin üstünə, nöqtənin üstünə. Orası isə Xocalıdır. Sonra 2 rəqəmi tuşlanıb bu xəttlə görürsünüz, o Şuşadır. 3 Xocavənddir. Bu da Xocavənddir. Məsələn, bizdən soruşar 10 noyabr bəyanatının azad olunmuş ərazilər. Biz avtomatik onu tapmaq üçün necə bu formada deyirəm, yadda saxlayırıq. Ağdam, sonra Kəlbəcər 4, Ağdam 20 noyabr, Kəlbəcər 25 noyabr, Laçın isə 1 dekabrda bizi qaytarıb. Antiterror əməliyyatı nəticəsində azad olunmuş ərazilər, Xankəndi, bax bu az öncə göstərdiyim bu dairə. Sonra o dairənin içərisində olan Xocalı nöqtə qoydum. Sonra 3 Xocavənd. Bax bu formada yadda saxlayırıq. İndi Əsgəran və Ağdərənin konkret sərhəddə olan rayon kimi yoxdur burada deyə, o bizə o formada düşməyəcək. Antiterror əməliyyatı nəticəsində deməli 3 dənə X hərfi ilə başlayan rayonun azad olunması sizə düşə bilər yer olaraq. Xankəndi, nöqtə düz olmadı, Xankəndi, eyni yerdə Xocalı, bir də bu 3 rəqəmində Xocavənd sizə düşə bilər. Bu formada yadda saxlayırsınız bu xəritəni. Məsələn, 10 noyabr bəyanatını dedik. Sonra ilk azad olunan ərazisi kimi düşə bilər sizə. Bax, bu Cəbrayıldır, 4 oktyabr. Ardicən 1 Füzuli, 17 oktyabr. Sonra Zəngilan bu nöqtədir, 20 oktyabr. Sonra Qubadlı, bax, görürsünüz, ardıcıl gedir. Sadəcə Cəbrayıl bir öncə ortadan azad olunub, 25 oktyabr. Digərləri isə Şuşa 8 noyabr, bax, bu nöqtə qoyduğum dairəyə alınan hissə var burada. Şuşa 8 noyabrda azad olunub. Bu formada Naxçıvan da Azərbaycandan ayrı hissədə olan sizə düşə bilər bu tür. Sonra əsas olan hissəni düşünürəm ki, bu formada öyrənilir. Biraz suallara baxaq. Deyir ki, suallarda 1974-də 1992-ci işğal edilməmiş rayonları müəyyən edin.
Kəlbəcər işğal olunmayıb. 1993 apreldir. Ağdam işğal olunmayıb. 1993-cü ilin iyul ayının 23-üdür. Xocavənd də 92-dir. Laçın 92-dir. 4. Şuşa 92-dir. 2. Sonra bu dövr xəritəsinə baxaq. Məsələn, bu Albaniya dövrü, erkən orta əsrli Azərbaycan xəritəsidir. Məsələn, deyir ki, 75-ci suala baxırıq. Deyir, üstündə latın dilində yazı olan daş kitabənin tapıldığı bölgəni müəyyən edin. Üzərində latın yazısı olan daş kitabə 84-96 bizim İran 1-ci əsrində Qobustanda tapılıb. Qobustan 1-dir. 2 Şamaxıdır, 1 Dərbənddir. 3 Gəncədir. Bu cür yadda saxlaya bilərik. 5 isə həmişə keçdiyimiz o Marağadır. Məsələn, Sacılərin paytaxtı, sonra Hülakülərin paytaxtı olub. Daha sonra Marağa əvəzinə eyni halda İzirtub 5-ci rəqəmdə görsənə bilər. Yəni İzm Almanların paytaxtı. Sonra Qazaka şəhərinin 5-ci rəqəm kimi bir balaca aşağı və yuxarı ola bilər, amma eyni qaydadadır. Eyni təxmini ərazidədir. Bu formada düşə bilər sizə. Bu xəritəni biz keçmiş əslində yazıb Guam təşkilatına üzv olan dövləti müəyyən edin. 2-ni Rusiya demişdik, böyük ərazi. 5 xətti çəkirik bu formada. Birinci ifadı İspaniya, Fransa, Almanya, sonra demişdik Polşa və Belarusiyadır. Bu da Belarusiya. Deməli Polşa daxil deyil, 5-ci rəqəm. İtaliya daxil deyil, 1-ci rəqəm. Bunlar getdi. Bunların üstünə xətt. Sonra Türkiyə daxil deyil, getdi. 3 Moldovadır. Moldova. Yadda saxlayın. Dərsdə də bu bizə keçəndə deyildi. Guam, Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova. Deməli bu Ukrayna, bu Rumıniya. İkisinin arasında çox kiçik ərazidir və bu Moldovadır. Yadda saxlaya bilərsiniz bu formada. Sonra gəlin 77-ci suala baxalım. 77-ci sualda deyir ki, 77-ci xəritədə deyir 12-ci əsrdə inşa olunmuş Darülmülk memarlıq abidəsinin yerləşdiyi ərazini müəyyən edin. Darülmülk Naxçıvanda yerləşir. 2 Naxçıvan haqqında danışmışıq, Naxçıvandır. Sonra 3 Qusardır, 4 Şamaxı, 1 Bakı, 5 isə Lənkərandır. Məsələn, Qusarın Həzər kəndində Şeyx Cüneyt məqbərəsi var, 1544-cü ildə inşa olunmuş. Şamaxıda Gülüstan qalası var, bunu yadda saxlaya bilərsiniz. Sonra 78-ci sualda Gülüstan qalası az öncə danışdıq, 1 Şamaxıdır. Diqqətli olmaqla biz bunu rahatlıqla yaza bilərik. Və az öncə Qarabağ xəritəsində də bunu unutdum deməyə. 4 Gəncə şəhəridir. Gəncə şəhəri məsələn cəbhə xəttindən 100 km məsafədə yerləşməsinə baxmayaraq düşmən tərəfindən atəşə tutulub, raketlərlə vurulub və nəticədə burada xeyli sayda insan şəhid olub və həmçinin infrastruktura böyük zərər dəymiş şəhərimizdir. Bax 4-cü rəqəm, diqqətli olun. Və 79-a deyir 17-ci əsrdə Şah 1-ci Abbas tərəfindən inşa olunmuş Cümə məscidinin yerləşdiyi şəhərin müəyyən edin. Və yaxud da buna Şah Abbas məscidi deyirlər. 17-ci əsrin əvvəllərində Gəncə azad olduqdan sonra 4-cü rəqəmdir. Digər rəqəmlər isə az öncə haqqında danışdığımız yerlərdədir. Sonra 80-ci suala baxsaq, 10-cu əsrdə inşa edilmiş Sündü məscidinin yerləşdiyi Sündü məscidi də Şamaxdadır. 920-ci ildə inşa olunub. Sonra digər rəqəmlər eyni yerdədir. Az öncə danışdıqlarımız yerdədir. Bax, burada deyir Alban memarlıq abidəsinin Govurqalanın 82-ci sual. Alman memarlıq abidəsinin Govurqalanın yerləşdiyi müasir Azərbaycan ərazisi. Bu Ağdamdır. Ağdam görürsünüz bənzətmişdik nəyə? Tisbağaya. Və görürsünüz necə oxşuyur. Mən çox oxşadıram. O cürdə elə abituriyent vaxtından yadımda qalıb. Ağdam. Govurqala da Ağdamda yerləşir. Sonra biz davam eləsək üzü yuxarı 83-cü suala baxsaq, Qaraqoyun Cahanşahın hakimiyyət dövründə tikilmiş Göy məscidin, Göy məscid Təbrizdən inşa olunub. Urmiya gölü budur. Urmiya gölünün sağ tərəfinə baxırıq. Sağ hissəsi, orta hissəsindən bax bu 5-ci rəqəm görəcəyik. Biz o Gəncə şəhərdir. Ərdəbil 4-cü rəqəmdir. Gəncə 3-dür, Şamaxı 2-dir, Bakı 1-dir. Bu formada yadda saxlayırsınız. Sonra yenə burada rəqəmlər 84-cü sualda da eynidir.
və 85-ci sualda müvafiq olaraq Yusif İbn Küsəyə türbəsi və Kəllaxana məqbərəsinin yerləri. Kəllaxana məqbərəsi Şamaxdadır. Yusif İbn Küsəyə türbəsi isə Naxçıvandadır. 12-ci əsrdə inşa olunmuş memarlıq abidələri içərisindədir Yusif İbn Küsəyə türbəsi. Sonra burada 86-cı sualda deyir Alban memarlıq abidəsinin Cavanşirin yerləşdiyi qalasının yerləşdiyi ərazi. Bu İsmaillidadır. Birinci rəqəm İsmaillidir. İsmailli topbuş yerdir, yəni dolu yerdir, tapa bilərsiniz. Onun yanındakı sıradan uzunsov hissə isə bu hissə Şamaxıdır. 3 Xaçmaz danışdıq, 3 Xaçmaz deyim, Qusar danışdıq, 2 Bakı, 4 Lerikdir. Məsələn, Leriklə düşə bilər sizə nə? Oğlanqala Lerikdə inşa olunub 9-cu əsrdə. Bu formada düşər. Sonra biz 87 suala baxsaq, mənbəyə əsasən ABŞ-ın Asiyada əsas təhlükə hesab etdiyi dövləti xəritədə müəyyən edərək müvafiq rəqəmi cavab vərəqində yazın. ABŞ-ın Asiyada özünə təhlükə hesab etdiyi ölkə, təhlükə hesab etdiyi dövləti. İran daha çox təhlükə hesab edir. Çünki bu nüvə silahına görə hazırdakı bu bombanı da biz nüvə bombasının hazırlanmasına görə ABŞ-İsrail-İran müharibəsində keçmişdik. Rəqəmlər az öncə danışdığımız yerlərdədir. Hansı? Belə bir sual da düşər ki, ABŞ-ın NATO üzvü olmayan, yaxın müttəfiq olan Asiya ölkəsi. Bu da 2 Pakistandır. Sonraki rəqəmlər az öncə hamısı haqqında keçdiyimiz rəqəmlərdir. Bu formada siz bunu öyrənəcəksiniz və bu haqda testi də biz işləyəcəyik, xəritə testlərini və inanıram ki, imtahan zamanı biz xəritədən bizə düşən sualları çox rahatlıqla cavablandıracağıq.